Bax belə, oy, çekiləsi yerləri də var. Dodağın tark aman Qarabağ, Qarabağcan Qarabağ ana yurdu. Buxarı da görsənir buranın. Ruhunu buradan alın, tavanın gözəli. Açarlar, var olar. Altındakı o daş bizə zar olar. Normal sürücü 6 hündür olan maşın kifayət edir ki, belə yerdən rahat keçib gedə biləsən. Kəlbəcər dəniz səviyyəsindən nağd hardasa 1-2 metrədən də artıq yuxarıdayıq. Söhbət isti su, turş sudan gedir. Çox yüksəkliyə qalxmışıq. Görmək olur. Buludlar artıq dağların üstünə düşüb. Biz də yavaş-yavaş gedirik yuxarı. Nə qədər çıxa biləcək Allah bilir. Bir şey olan kimi nəfəs tutulur burada. Ona görə də sigaret çəkmək ziyandır. Baba bayrazlardır. Fikir ver. Fantastik yerdir də. İndi buralara gələndə başa düşürsən ki, Kəlbəcər nə deməkdir? Bəzi adamlar Kəlbəcərin o quru qayalarına qədər gedir çatır və deyir ki, nə var orada? Amma Kəlbəcərin bütün ləzzəti Kəlbəcərin hava işləmir, nəfəs gəlmir. Kəlbəcərin bütün ləzzəti rayon mərkəzindən sonra başlayır. Nə göstərirəm hamısı. Hələ bu nədir ki? Hələ bunlar nədir ki? Orada. Göy çadırı görürsünüz. Orada bax turş sudur. İndi gedirəm ona tərəf. Görüm orada nə var, nə yox. İsti su. Buxarı görsənir. Diqqətlə fikir verəndə buxarı da görsənir buranın. Buradan da belə xudmani bir yana vanna var. Sən girirsən bu vannaya və bu vannada. Oturursan, qəşən vanna qəbul edirsən. Sonra giyinirsən, isti-isti düşürsən aşağı. Aşağıda düşəndə gəlib orada fikir verin. Burada. Orada insanlar özləri palatkalar qoyublar. Bir həftə, 10 gün, 15 gün, nə qədər istəyir, o qədər də yaşayır. Ona görə də çox maraqlı bir yerdir. Fikir verin, qaynar. Baktiki qaynardır, üstüdür. Özü fikir verirsən, hələ bu bir tərəfdən isti gəlir, bir tərəfdən üstü yox şimdi. Bıy. Bak. Nada. Qaynar ya. İstidir. Əsl belə çimməlik. Zülfiyə də ki, burada otlardan yığır. Və təbii ki, Malişəvi xarakterli otlardan gedir və burada olaraqdan son tanıyırsansa, çox maraqlı otlar yığıb, qurudub, çayını içə bilərsən. Yəni, Kəlbəcər deyəndə, bax, buralar nəzərdə tutulur, bax, belə yerlər nəzərdə tutulur. Super yerlərdir. Əsil turşusu bax buradır. O balaca bir yerdən çıxır, bax fikir verir. Görürsünüz, qaynaya çıxır özdə. Qazlıdır. Bu istidir. Qazlıdır, azdır. Bax, Az qazı var bunun. amma o lap çoxdur. Bu isə fikir verin, daha qazlıdır. Möcüzə nədir? Bu istidir, bu soyuqdur. Görürsə bu istidir, Vaya mineraldır ya bu. Yəni ged ondan çək, ged ondan et. bu amma soyuqdur. Aralarında bu məsafə yoxdur, fikir verir. Çox maraqlıdır. Hələ o bu səbəb indi. Və bütün bunlar hamısı hardadır? Kəlbəcərdə. Lap çağırar. Möcüzəsi də, marağı da, ləzzəti də, təbiəti də, otları da, suyu da, relyefi də, havası da. Nəyi axtarırsansa bax burada. Məhz Kəlbəcərdə tapa bilərsən. Deməli belə, degustasiya. Əvvəlcə bu dediyim
Həmin bax bu qaynayan suyun dadına baxırıq. Temperaturu normaldır. Yəni adi su temperaturundadır, dadına baxırıq. Təmiz, qazlı su. Dadı çox maraqlıdır. Şəhərdə satılan sulardan fərqlidir. Dərhal hiss olunur ki, fərqlidir. Duzluluğu var, yəni tərkibində duz mineralları var, aydın məsələdir. Qazlıdır, az zəif qazlıdır, maraqlıdır. Yəni fış eləmir bu dağı. İndi baxırıq bunun dadına. Burada temperatur nisbətən zəifdir. Çox maraqlıdır ki, bu qaynamasa da qazı daha çoxdur və dadı daha yumşaqdır. Az qaynayır, daha qazlıdır, dadı daha yumşaqdır. Çox qaynayır, mineralları daha çoxdur, dadı nisbətən sərtdir. Çox maraqlı sulardır ikisi də. Ona görə də gəlmək istəyəndə orientir olaraq deyim ki, gəlib əgər kimsə bu yerlərə çatmaq istəyirsə, yenə də deyim, Kəlbəcər şəhərinə çatanda sağla gedirsən. Sən gedirsən solla və solla gedəndə gəlib bababa bura çıxırsan. Bax, belə bir yerlərə. Və orada artıq grunt yol başlayır. Grunt yol başlayanda durmadan çox ensiz bir yoldur. Bax, ensizliyin göstərim. Bax, belə bir ensiz yoldur. Bu tip yolla gedirsən, orada sanatoriya var. Sanatoriyanı keçirsən, sonra nisbətən çətin keçilən ərazilər var. Onları keçirsən və sonda gəlib dirənirsən bura. Aza bilməzsən, mümkün deyil. Sadəcə olaraq yaxşı sürücü, 6 hündür olan maşın, off-road, jeep, pick-up, 07 ilə gələn var idi bura. Mən başa düşəm bu necə gəlib, amma hər halda. Amma off-road, jeep, pick-up və 4VD, 4 təkər də çəksə yaxşıdır. O tip maşınlardan çox rahat gəlmək olur bura. Yavaş rahat gəlirsən və gəlirsən dediyim həmin bu yerlərə çıxa bilirsən. Və burada da ki, insanlar bilirlər də hara gəlib, harada qalmaq, harada yaşamaq lazımdır. Yerlərini tanıyırlar. Fantastik bir yerdir. Heç nə yox, bu güllərə, çiçəklərə bax. Rənglərə bax burada, rənglərin palitrasına bax. Çox maraqlıdır, çox maraqlıdır. Və bitkiləri tanıyırsansa, bilirsənsə, buradan istədiyin qədər eyirli bitki yığa bilərsən. Əsas odur ki, onları tanıyasan, o gətirib kisələrdə satırlar. Hamısı buradadır. Hamısı bax buradadır. Buralarda da hamısı. Hava sərindir. Saat indi neçədir? 8-in yarısı, axşam. Axşam 8-in yarısı. Hava sərindir və ona görə də bir qism insan giyinib, bir qism insan da ki, giyinmir də, istəmir. Amma havasına söz ola bilməz. Sigaret çəkən adamım, amma burada sigaret çəkmək istəmirəm. Burada da ki, Nahid şeir deyir, Tərlan da ki, mahnı oxuyur. Arzulara hər zaman Qarabağ, danışan dil dodağın tarkaman Qarabağ, Qarabağcan Qarabağ ana yurdum. Anadır arzulara hər zaman Qarabağ, danışan dil dodağın tarkaman Qarabağ, Qarabağcan Qarabağ ana yurdum. Qarabağcan Qarabağ ana yurdum. Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli. Çəmənlərdə gəzir Vaqifin şux gözəli. Ruhunu buradan alır Natavanın qəzəli. Ruhunu buradan alır Natavanın gözəli. Anadır arzulara hər zaman Qarabağ, danışan dil dodağım tarkaman Qarabağ, Qarabağcan Qarabağ ana yurdum. Anadır arzulara hər zaman Qarabağ, danışan dil dodağım tarkaman Qarabağ, Qarabağcan Qarabağ ana yurdum.
Qarabağsan Qarabağ ana yurdum. Ya offroad ya hündür maşınlarla gəlirlər bura. Gördüyünüz kimi çadırlarını qururlar. Çadırlarını qurandan sonra başlayırlar burada yaşamağa. Yeməyi də zaten hamısı maşınla alırsan, gətirirsən, yığırsan. Yeməyi də ki burada çox sənə lazım. Baxanda konservalardır. Pendir, çörək, un, samavar, su var burada, çay, qənd, təsər və ilaxır. Yəni o quru yeməklərdən alırsan, makaronu, vermeşili və s. və s. və s. alırsan, gətirirsən burada qazan, samavar, ləzzətli bir dənə şərait qurursan. O gördüyünüz kimi belə bir şərait qurub başlayırsan burada yaşam. Həm havası çox təmizdir. Tərlan Zülfiyə, Tərlan Zülfiyə, Tərlan Zülfiyə. Həm havası çox təmizdir. Ərazi superdir, gözəlliyindən göz doymur, aydın məsələdir. Başqa bir tərəfdən də ki, Kəlbəcərdir. Bizim Kəlbəcər. Ona görə də bax, məhz belə yerə gəlib, burada qalmağın ləzzəti başqadır. Plus, Şveysariya deyirlər həmişə. Şveysariya bax buradır. Əsl Şveysariya bax buradır. Görsəniz dərhal. Dərhal balığı görmək olar ki, bura bəli, İsveçrədir. Bir də baxaraq zəhmət olmazsa. Bax, uzaqda, baba orada. Çox maraqlı bir dənə daş var. Belə laf yaxından görsələndə belədir. Amma bir balaca qısaldırsan, azaldırsan və elə təəssürat yaranır ki, çarşabda bir xanım əlində nəsə tutub orada saxlayıb. O diqqətlə baxın, belə məsafədən görmək olar. Elə bir çarşablı bir qadın əlində nəsə tutub orada saxlayıb. Təbiətdir də, Kəlbəcərin təbiətidir də, onun hər addımında nəsə var. O nəsə var da sadəcə olaraq görmək, tapmaq, sevmək, saxlamaq, ləzzətini almaq və s. və ilaxır. Bax, belə yollarla keçib gəlirsən, bu istiqamətə ehtiyatla yavaş-yavaş. Hündür maşın olsa, keçib gedəcək, problem deyil. Gedəcək. Əsas odur ki, yavaş-yavaş, çox ensizdir deyənə. Bu daş deyildir. O rahat buradan keçirsən, gedirsən və s. Normal sürücü, altı hündür olan maşın kifayət edir ki, belə yerdən rahat keçib gedə biləsən. Təbii ki, qaranlığa düşməməyə şərtilə işıqlı yerdə buranı keçirsiniz, daha yaxşı olar. Qaranlıq olsa, məsləhət ki, artıq burada qalasınız. Yox, onda yox. O görürsünüz, belə bu çayın yanı ilə gedirsən, ensiz yoldur, təkərlər yaxşı olmalıdır, maşın yaxşı olmalıdır, sürücü yaxşı olmalıdır. Və s. Sürücü də ki, Canavar. yaxşıdır. Yaxşıdır. Qənaət bəxşdir. Bahar fəsli yaz ayları gələndə süsənli sümbüllü laləli dağlar, yoxsulu ərbabı şahı gadəni tutmaz bir-birindən aralı dağlar. Xəstə üçün ətəyində bar olar, hər cür çiçək açar laləzar olar, çeşməsində abu həyat car olar, dağların Dil əhəsi. Dil əhəsi yenə də zar olar. Belə, keçiləsi yerləri də var ki, buraları da keçmək, bacarmaq lazımdır.